Bu dəfə dəniz məhsulları yeməyənlər üçün suş rol hazırladım. Reseptini sizlərlə bölüşürəm. Çox gözəl, ləzzətli alınır. Xırçıltısını da eşidirsiniz. Lavaşları gördüyünüz şəkildə kəsirik. Qaynadılmış düyü içliyə yığırıq. Üzərinə isə içlik qoyuruq. Gördüyünüz şəkildə yığırıq. Düyünün üzərinə duz əlavə elədik. İçlikdə qaynadılıb didilmiş toyuq ətidir. Qarğıdalı, duz, istiot, ketçup, mayonez və paprika əlavə edirik. Gördüyünüz kimi sıx şəkildə bükürük. Tam sıx şəkildə bükmək lazımdır. Və bükürük, klyara batırırıq. Klyarda nədir? Yumurta 2 ədəd, un 2 xörək qaşığı, biraz su, biraz da küncüt əlavə eləmişəm. Ona buladıqdan sonra suxariyə buluyuruq. Gördüyünüz kimi və qızğın yağda hər iki üzünü tam qızardırıq. Və budur bizim gözəl suş rollarımız. Çox qəşəng alınır, dadlı, ləzzətlidir. Nori əvəzi biz lavaşlardan istifadə elədik. Kim ki dəniz məhsulları sevmirsə, bu üsuldan istifadə eləyib, bişirib, nuş eləyə bilər. Çox ləzzətli alınır. Nə ilə istəsəz, hansı bir sozla istəsəz yeyə bilərsiniz. Mən naşarabla yedim. Çox bəyəndik. Əla. Hazırlayan hər kəsə nuş olsun.